Makyaj eləyək. Son zamanlarda aldığım bu məhsulları da yoxlamış olaq. Bir də bir mövzu haqqında danışmaq istəyirəm. Mənlə razılaşarsınız ya yox? Maraqlıdır. Tək mənə belə gəlir, yoxsa mənlə razılaşarsınızmı? Artıq hukların havada uçuşduğu, səslərin şıp deyə başladığı videolar, üstdən yazı, altdan yazı, sağdan stiker, soldan stiker deyə başlayan videolar məni çox yorur. Əlbəttə ki, hook çox önəmlidir videonun baxılması üçün və s. amma sakit başlayan və sakit tonda davam edən dümdüz videolara baxmaqdan daha çox zövq alıram. Notun bu qaş gelini istifadə elədim. Yeni çıxan bir məhsuldur. Əgər sərt daranmış qaşı sevmirsinizsə, yüngül səliqəyə salım, yüngül bir məhsul olsun deyirsinizsə, bunu bəyənərsiniz. Növbəti yeni məhsul Catrice'in bu bronzeridir, toz bronzerdir. Mən artıq bir müddətdir ki, istifadə edirəm bunu və bəyənirəm. Mən nadirən bronzer bəyənərəm ki, çox tonlu insanlar bilər ki, hər bronzerlə anlaşmaq çətin məsələdir, amma bunu bəyəndim. Buradakı nömrəsi ya 05-dir, ya da 005. Burada biraz silinib və çox səs-küy ilə başlayan videolardan yorulmuşam deyəndə nəzərdə tutduğum. İnsanlar düşünür ki, bu cür videolar daha çox izlənir, amma mən belə olduğunu düşünmürəm. Mən belə videoları izləmirəm və hər zaman video çəkəndə də düşünürəm ki, mən izləyici olsaydım buna baxardımmı? Bunu düşünərək çəkirəm. Odur ki, mən son zamanlar çalışıram daha sakit videolar paylaşım. Bilmirəm, bu sizin xoşunuza gəlir yoxsa yox? Eyni bronzeri göz üstümə də keçdim. Notun bu dağıtma fırçası ilə çox bəyənmişəm. Bu fırçaları dəst şəklində var məndə. Uyğun qiymətə fırça axtarırsınızsa, gözü bağlı seçə bilərsiniz. Bir də son olaraq Catrice'dən belə bir ənlik almışdım. Rare Beauty'nin ənliklərinə bənzədiblər. Qablaşdırması da oxşuyur əslində. İşıltılı bir ənlikdir. Bu cür ənlikləri kimə məsləhət görmürəm. Üzü məsaməli olan, yanaq hissələri məsaməli olan insanlar çox da seçməməlidir bu tip ənliklər. Çünki bu işıltılar həmin məsamələri daha da görünər hala gətirir. Ənliyin nömrəsi 010-dur bu arada. Yaxından da göstərim. Işıltılı ənlik məsamə göstərir. Gözü çarpan edir deyəndə bunu nəzərdə tuturdum. Yəni bunu nəzərə alın, bu tip ənlikləri seçən də. Boyundan da anlaşıldığı üzərə ən sevdiyim dodaq qələmimlə çərçivə. İçinə də Romand'in belə bir tint glossu var məndə. Onun 13 nömrəsini içirəm. Çox açıq çəhrayı tonlu. Bəyəndinizmi? Bay bay.